Oradan koy. Buradan koy. Bırak. Elini gözler. Paytaxtda kanalizasiya quyusuna düşən şəxsin axtarışları davam edir. Qeyd edim ki, hadisə iyunun 26-sının axşam saatlarında paytaxtın Nərimanov rayonu Baksol yol deyilən ərazidə baş verib. 27 yaşlı Cümşüd Cümşüdov yolda hərəkətdə olarkən qəfildən quyuya düşüb. Bilinmir, burada nəsə bir şey olub, gəlib, maşını saxlayıb düşüb, uçub, düşüb kanalizasiyasına. Subay 27 yaşı var. Heç bir məlumat yox. Nə qədər ərazi hərəkət edə bilirsiniz bu ora düşəndə? Yəni ki, 50 metr zaten. 50 metr. 50 metr. Yəni çox getmək olmur da, hə? Aidiyyatı qurumun əməkdaşları hadisə yerinə çalışırlar və zaman keçdikcə onlar da yerini dəyişir, digər ərazilərdə axtarışları davam etdirirlər. Bizə gəldi ki, nəsə bir kömək eləyək. Devlətimiz sağ olsun, axtarır, hələ bir nəticə yoxdur. İnşallah xeyirisi nədir ondan olar. Əlimdən nə gəlməni istədim, kömək eləyəm, yəni heç əlimizdən gəlmir.